Burada eləsi var ki, rəhmətə gedir, zəng ellər evladına ki, atan rəhmətə gedib, deyir orada bastırın geçsin də. Gerek kulak asmayaydım, vapşi gerek hiç aile kurmayaydım. Ne aile gerek kuraydım, ne evlat olaydı. Sevmişim cavan vaxtı ama... Zəhmətimə hayfım Qocalar evi. Bura illərin yorğunluğunu çiyinlərində daşıyan, hər qırışında bir hekayə gizlənən insanların sığınacağıdır. Qapının hər açılışında bəlkə gələn mənimkidir deyən baxışların məkanıdır. Onlar bizə dünyanı bəxş etdi, yeriməyə öyrətdi, yıxılanda qaldırdılar. Bu divarların arasında saniyələr həsrətlə ölçülür. Hər kəs ailə qurub uşaq sahibi olsun istəyir. Əsasən də evin son beşiyi yaman sevilən olur ailədə. Ancaq son beşik, ana sən mənə mane olursan deyəndə bundan ağır nə zərb ola bilər ki anaya. Övladlarınız sizə atdı getdi. O atdı getdilər, oca xəbərim yoxdur, heç istəmirəm də. %90-cı ildə sizi atıb gedəndə övladlarınızın ən böyüyünün neçə yaşı var idi, kiçiyinin? 60'dan idi aynı gün. Ən böyüyü 1960. Deməli 30 yaşı var idi sizi atanda. Bəs kiçiyinin? Kiçiyi 70'den. 70-dən 20. Üçü də birdən getdilər də. Yəni hamısı bir sözü bir yerə qoyub sizi tək qoyub getdilər 90-cı ildə. Kiçiyi deyib ki, danışa bilmirəm, bağışlayın yəni. Deyir ki, mən yaşatdıq eləyirəm ona. Onları. Mane olursunuz övladlarınıza, elə deyib. Kiçiyi deyib. Oğul idi, kiçiyi oğul. Bir evdə 4 uşaq böyüdən ata, indi 4 evin birində yer tapmır özünə. Benim 2 oğlum var, 2 kızım var. Hamısında uşağı var. Prosto bayaq mən dedim ki, evdə onları qısıqdırmamaq üçün, yaşamağa imkan olmadığı üçün mən gəlib gelmişəm bura. Bu ananın arzusuna bir baxın. Mən Qurban bayramını öz həyətimdə qurban kəsib pişirməyə Allahdan arzu edirəm. Bu bəşəriyyət üçün bir bəladır. Ana öz evində olmağı arzu edir. Bunu evindən qovan qız ya oğul, siz sinənizdə gəzdirdiyiniz ürəyi haradan almışsınız axı? Yaşlı bir ağsaqqal üçün nə lazımdır bu həyatda? Bir stəkan çay süzəni olsun, bir xoş söz deyən olsun. Əfsuslar olsun ki, onlar bu xırda şeylərdən belə məhrumdurlar. Yoldaşı ilə yola getmədiyi üçün sadəcə pencəyini götürüb çıxan ata. İndi bu saatında mən istərdim ki, mən yaşlı adamam. Dərman üçün dururam, çay üçün dururam, su üçün dururam. Özümdə evdə indi bizə burada xidmətçi oturmur ki burada. Mən istərdim ki, mənim evdə bir nəvəm olsun, gəlin olsun, uşaq olsun, xidmət eləsin. Amma olmadı da, mən neyim? Olmadı. Mesela bilirdiniz ki bugün evladınızın toyudur. Bilmişəm də, bildiyim də olub, bilmədiyim də. Heç xahişlanmıram da. Əgər o vaxt mən onlara lazım olmadımsa, indi heç onlar da mənə lazım deyir. Mən çox da açıq danışanım. Pencəyimi götürüb çıxmışam, evdi vermişəm onlara, hamısında. Hər şeyi vermişəm onlara. Bir dənə pencəyimlə gəlmişəm. Mənim qatarım artıq gedib çatanmadı. Burada eləsi var ki, rəhmətə gedir, zəng ellər evladına ki, atan rəhmətə gedib, deyir orada bastırın geçsin də. Bu Sima xanımdır. Övladları olmadığı üçün yoldaşı ilə uşaq götürmək qərarına gəliblər. Bu da nəticə. Yoldaşı dünyasını dəyişəndən sonra oğlu da atıb gedib. O vaxtdan heç bir xəbəri yoxdur, ondan əlaqələrimiz yoxdur. Narahatsız hələ də oğlunuz. Əlbəttə ki, yaş yarımlıqdan götürmüşdük, saxlamışdıq, mən böyütmüşdüm. Haralardadır, neyniyir bilmirəm. Heç gedəndə bəni bilməmişdi. Çəkdiyiniz əziyyətlərə heyfsiləndiniz, yəni? Əlbəttə ki, zəhmətimə hayfım gəlir. Biz gərək götürməyəydik. Yoldaşım rəhmətə gedəndə onun 18 yaşı vardı. Bu ətrafdakılar da, qohumlar. Onu öyrədirdilər ki, oğlanı get, ev sənin olmalıdır. O da gəlirdi mənimlə başlayırdı, ev mənimdir, ev mənimdir. Axırı nə qədər başa saldım, başa düşmədi də.
Sonra sattık da. Demek olar heç neçəyə o boyda evi. Heç neçəyə satdı. Onun 1/4 onun idi də. Payını verdi. Onu da aldılar əlindən götürdülər. Apardılar Ukrayna. Bunların günahı qocalmaqdırsa, o günaha hamımız batacağıq. Hələ bilmək olmaz, qocalmaq özü belə hər kəsə nəsib olan bir şey deyil. 97 yaşlı belə insanı bura atarlarmı heç? Bir kızım olubdu. Oğlum saat Azərbaycanı tərk edib, biz 20 ildir. Kızım isə institutu qutarıb, tibb institutu. Bu da buradadır. Yaxtarmırlar. İndiki zamanda o, nə sevgi var, nə məhəbbət var. Ancaq var şəxsi maraq. Zəhmətlə pul qazanmağa, zəhmətlə necə deyirlər, həyatda hörmət qazanmağa. Bax, bu lazımdır birinci növbədə insana. Qalan şeylər hamısı öz-özünə də düzəlir. Bu xanım isə təzə gəlib bura. Bura gələndən yaşamağa başladım deyir. Ailə dəyərlərinə olan fikirləri isə tük ürpədicidir. Şenk illərim vardı, конечно. Cavan vaxtı mən komsomolda işləyən illərimi çox gözəl keçirtmişəm. İnternet yox idi, telefon yox idi. Misal üçün mənim abonementim vardı, filarmoniya, papam alırdı. Hər həftə biz gedirdik konsertə, filarmoniya. Bir həftə gedirdik operni teatrı. Bax, biz belə keçirtmişik cavan vaxtımızı. Qabağa gedərdim. Prosta qoymadılar. Gərək qulaq asmayaydım, vəbşi gərək heç ailə qurmayaydım. Nə ailə gərək quraydım, nə evlad olaydı. Sevmişəm cavan vaxtı, amma düzgün eləməmişəm. Gərək sevməyəydim. Mənim ən xoşbəxt günüm bura gəlmək günümdür. Bax, bura gəldim mən, doğrudan da mən xoşbəxt oldum. Mən çox əziyyətlər çəkmişəm. Baxmayaraq ki, evladlarım da olub hər şey. Amma burada doğrudan da mən qayğı gördüm. Bu ağsaqqalın səhvi isə özü dediyi kimi insanlara inamı olub. Ağsaqqala dürüst olmağı anası öyrədib. Özüm eləmişəm səhvimi. Bilməyə eləmişəm də. İnanmışam, baxırsan, insana inanmışam, o baxırsan mənə nə xələfli eləyib. Yenə də mən bağışlamışam. Demişəm, ev yoxdur, nə olar, həyatdır da, belə olur. Amma mən həyatdan küsməmişəm. Peşmançılıq olur da həyatda. İndiki fikirlə, o halından cavan olsaydın, ayrıca hərəkət eləyərdin, ayrıca eləyərdin. Anam, o həmişə deyir, düz işlə, düz ol. Əli, onun tərbiyəsi bizə ayrıca idi. Bir sürü sevgi olmalıdır. Sevgisiz insan heç nədir. Gərək ailəyə, vətənə, uşağa, hamısının sevgi olmalıdır. Sevgisiz insan nə ola bilər? Onlar bizə həyatı öyrətdilər, amma tənha qalmağı öyrənmədilər. Qocalıq onların üzündən çox ruhunda qırışlar yaratdı. Niyə insan qocalanda evinin, mal-mülkünün dəyəri onun dəyərindən çox olur görəsən? Niyə evi mənə verəcək deyə övladı ona baxmalıdır? Yaxud kimə verirsən o da baxsın deyirlər. Niyə axı? Belə düşünüb, belə fikirlə anasına, atasına baxan övlad. Sən həyatda nə qədər uduzmuş birisən, xəbərin varmı? Heç kim bura gəlməyi xəyal etməmişdi. Heç bir ana övladını bir gün məni bura qoyarsan deyə böyütməmişdi. Onların bir tək istəkləri var, unudulmamaq. Çünki insan qocalanda yox, unudulanda ölür. O günlər necə də mənə haydılar, ömrümə, günümə şəfəq yaydılar. Ötən günlərimi qaytarsaydılar, qalan günlərimi qurban verərdim.